bugün Gəzək Görək verilişində Ləzzət Ovçusu haralarda olacaq? Gəzək ovçusu ilə gəzək görək bu dünyanı. Bu dəfə sən ayaq üstə gördüm. Şəhərləri, bazarları, tarixi addımları. Yolumuz Uzunova kəndinədir. Gəzək görək bir abilə. Ay qız, bu Alman niyə yatır? Bax, o qədər meyvə gətirib ağırıq eləyib. Qara qırmızı bibar dolması necə olur? Gəlin getdik ona hazır. Bugün mətbəxinizdə siz nə bişirin deməyin. Biz deyək, siz də bişirin. Ay, yandırdıq, ay sırdı. Ay, qoyma. Dal, bal, dərəni, şəhərləri, Sevdə qoyaq, ağzından baş gözüm sərrəndi. Mən oynaram, rəsmən ağzından aldım. sanlı unudulmaz o dadları. Bax, Sevda. Mən neçə ildir belə naxırdan dolması yiyəm. Ovçusu ilə gəzək görək. Salam, hər vaxtınız xeyir olsun. Bugün Gəzək Görək verilişində Ləzzət Ovçusu haralarda olacaq? Naxçıvan şəhərindəyik, amma bugün səfərimiz olacaq Babək rayonun ərazisinə. Əlbəttə Uzunova kəndinə. Aşağı Uzunova kəndində bir evə qonaq olacaq. O ev ki, mənə məhz doğmadır. Nə olacaq, nələr olacaq, əlbəttə sizinlə bölüşəcək. Amma getmədən əvvəl İstəyirəm ki, Naxçıvanın məşhur dolması olan üç bacı dolması üçün xüsusi seçdiyim quzu əti alım. Elə məhz buna görə də bazardan biraz alış-veriş edəcəm. Salam, necəsiniz? Sağ ol, xoş gördük. Yaxşı yemək şirəmiz olsaydı, nənəm baxasaydı. Sənə aparadı qəşəngdir. Ana, necəsən? Yaxşı. Keyfin halın necədir? Sağ ol. Allah. Qahab kəndindənsən. Hə, Qahab kəndində. Ha, maşallah, nə yaxşı gəlmişsən şəhərə. Gəlmişim doktora. Nə indi? İrəlinə. Allah sənə bərəkətli ömür versin, Allah sənə şəfa versin, şəfa ismi ilə şəfa versin. Allah canını sağ eləsin. Həmişə belə işlərdə işləyəsin. Sağ ol, Allah razı olsun. Ay nənə, nə qulluq eləyim mən sənə? Əşsat. Qulluğundayım, nə desən Bax, qulluq eləyə Belə bilərəm. sənin bu salamatı mənə çox. Allah razı olsun nənə, Sağ ol. öpürəm əllərindən. Sağ ol. Var ol nənə, Sağ ol. sağ ol. Ha, Belə gözdən təsəssüf var. Allah razı olsun, sağ ol. Siz necəsiniz? Nə qulluq eləyirsən? Minnətdaram, var ol, görüşərik, sağ ol. Bu isti başıma nə qədər vursa da, yenə də çəkilişimizə davam edəcəyik. Qeyd etmək istəyirəm ki, bu gördüyümüz piyada keçiddir. Vətəndaşlarımıza səslənirəm, bəzi vətəndaşlarımıza. Mümkün qədər eləməz bu piyada keçiddən istifadə edin. Bax, gördünüz, yenə də oradan xanımlar qaçaraq geçdi. Mən özüm avtomobil istifadə edərkən, sükanın arxasında olarkən, bax, görürsünüz, bax, yenə də gedirlər. Yəni, bunu biraz ictimailəşdirməliyik. Olmaz, bax, gəlirlər. Görürsünüzmü? Niyə da, niyə? Bax, sürücülərə maneçilik törədirlər. Eləməyin, xahiş edirəm. Ümid edirəm ki, səsimi eşidərlər, ən azından bu piyada keçiddən istifadə edərlər. Nəysə, biz qaydalara uyaraq həm sürücüləri təhlükəyə atmamaq üçün, həm də öz sağlığımızı təhlükəyə atmamaq üçün eləməz biz piyada keçiddən istifadə edək. Ümid edirəm ki, bax, belə piyada keçiddən istifadə etməyənləri qanuni olaraq bunlar bir cərimə tətbiq olunmalıdır ki, və ya vardırsa, icra etmirlərsə, o qaydalara, qanunlara rəayət etmirlərsə, məncə buna görə bir ciddi tədbir görülməlidir. İnşallah da ki, görüləcək. Əsas odur ki, biz işimizə davam edək, amma ən azından bunu da eləməz ictimailəşdirmək istədim ki, insanlar buna diqqət etsinlər. Həm sürücüləri, həm də şəxsi həyatlarını riskə atmasınlar. Bu arada bu məhsullar gördüm, bir danışmaq istədim. Niyə? Çünki təzə mətbəx qururam. O mətbəxdə mənə lazım olacaq, bax, belə bir balta.
Qiymətləri salam aleyküm. Necəsiz? Neçədir bunlar? 25 manat, 15 manat. Bəs bu həvət dəstə. 25 manat həvət dəstə. Bəs bu saxsı qablar neçədir? Salam aleyküm. Saxsı qablar neçədir? Saxsı qablar 3 manat. Qat qabı 3 manat. Aha, 3.50-yə var, 3 manata var. 3 manat olur. Ha. Bazar olsun. Allah bol müştəri yetsin. Sağ ol. Manqal neçədir manqal? Qiymətlər 30-a 35-ə, 55-ə. 30 manatdan başlayır. 30, 35, 65, 60, 55. Bazar olsun. Hə, ət alacağım, ona görə gəlmişəm və duzlu alacaqdım o günü. Salam aleyküm. Xoş gördük, necəsiz? Nə var nə? Keyfi sağlıq. Salam, necəsiz? Nə var nə? Kilosu 1 manat bu. Bəs bu? O da. Bu da 1 manat. Bəs belə paket 1 manat 50 qəpiyə. Bazar olsun, nə tər dişlər? Çox şallahın böyrünə. Ha, biraz kilo vermişsən, elə bu. Yaxşı. Hə, maşallah. Yaxşıdır. Bazar olsun. Sağ ol, Allah razı olsun. Girək görək ət alacağım. Necəsiz? Yox, quzu ət almağa gəlmişəm. Qoç əti. 2 kilo ət alacağım. Yağlı ət, dolmalı. Var, qəşəng var, yox. Səfər var. Qoç əti olsa daha yaxşı olar. Hə, quzulu yox da qoç. Salam aleyküm. Necəsiz? Bir dənə buna baxım ki, bu yaxşıdır. Bunu qoy görək ona. Biraz da qara tikətdə üstünə quyruğu var. Ona bu nasıl üçün? O matça çox oldu, onun matçası var. Sonra görə Ha. Ha. Çünki dolma olacaq ona Ona görə. çıxdı da oğlum. Çıxartın. Ha, sağ ol. Aa. Ha, yaxşı. Allah razı olsun. Paketdir. O dolma. Yox, yox, sağ ol. Allah razı olsun. Hə, oldu. Sağ ol, təşəkkür edirəm. Kişi baxmır ki, heç ət o qədər veriblər, ona da baxın. Bu dəfə sən ayaq üstə gördüm. Toyuqlardan gəldim, baxım. Heç kim yox. Geldim, məndir. Ha, gəl də, gəl. Nə tərsən? Nə var, nə keyfini alın, sağ ol. Əzizim, mən xoruz lazım idi, onu soruşurdum. Xoruzun qiyməti? Bəli. Xoruz 20 manat. Hansı xoruz? Yerli xoruz yoxdur, o haran sortudur? Yerli. Hani belə çilli. Çillidir. İndi hərə bir rəng orada insan ağ-qara. Bizə yerli lazımdır da. Lap yerli bunlardan gör. Yumurtlayan toyuq neçəyədir? Toyuqlarımız 18 manat. Yumurtlayan. Yumurtaya. Mən kənddən 20 manata almışam. Çətdə elədir də. Kənddə niyə baha verirlər? Buranın bir dənə marketin adını oxuyun. İnsaf İnsan market. market. 18 dedim 17-yə verəcəm. Allah. Mən onda belə də bir dənə xoruz. Aha. İndi gələm çəkilişə, gəlib götürəcəm. Mənim gözüm. Xoruzu neçəyə Verəsən. verəsən? Sənə 18-ə. Hansı xoruzu? Hansı ürəyin istəsən? Sən de də ən yaxşı. Ən yaxşısı sənin öz gözündən seçdiyin olacaq da. Mənim seçdiyim Həqiqi. yaxşı. O de o yaxşıdır, o de O o. yaxşıdır, onu sənə 17-yə verəcəm. Həqiqi. Qanadır. Minnətdaram. Allah razı olsun. Mən sən Bax, bu təşəkkür. setqo mənimdir. Qazilərimizə öz qiymətinə, şəhidlərimizin ailələrinə təmənnasız. Maşallah, Yəni maşallah. birinci də yox ha, həmişə olub olacaqdı da. Yaxşı, bunlar onlara neçə qoşuruq. verirsiniz? Bunlar da 8 manat. Bunlar gələndə mən götürəcəm. Mənim bunları. gözüm üstə. Bizim sözümüz sözdür. Ha, Yəni dediyim Amma kimi. xoruzları verərsən bana. Hansını ürəyin istəsən. Allah səndən razı olsun, mən səndən razıyam. Bu şey, o geçən dəfə şey var idi burada, indi yoxdur, Hind toyuqları. Onun cüzələri var. Baxın, bax. Ayda bax. Şöyle bax. hanı? Oynadı, şahsın. Şimdi işgallar var da. Yox, Hind toyuğu deyirəm, deyirəm. Satılıp vermem. Yok. Bəs deyirsən burada Değişen koruyucu. Hint xoruzu sən bana demirsən. xoruya toyuq deyirdim mən. Toyuğudur da. Həştərxan deyirsən. Yox, həştərxan yox. Bu döyüşən xoruzdur. Döyüşən Bunlar neçədir? Bunlar 20 manat edirəm. Bunun da dadı qəşəng olur. Taşı. Ən dadlı Ən hansı? dadlı elə toyuq o. Həqiqi. Gec pişir, amma dadlı olur. Bundan da götürürəm. Nə Yaxşı. Bazar olsun. Allah bol
müştəri yetsin. Sağ ol. Yay mövsümündə yeri gəlmişkən Naxçıvan bazarında hər məhsulu tapmaq olur ki, o məhsullar ki, eləməz Naxçıvanda yetişən məhsullar. Qiyməti mənə də maraqlıdır. Əslində tələsirəm, əti vaxtında aparmalıyam ki, dolmanı bişirək. Amma gəlin, gedək bir az da olsa qiymətlərlə yaxından tanış olaq. İlk bazara girəndə adamı qarşılayır, vəziri alır. Biz buna armaxara deyirik. Duzuna çox dadlı olur, armaxara, vəzdiral deyirlər. Şəftəli bilmirəm hansı bir. Ha, məkə neçəyədir? 4'ü 1 mi? Salam əleykum. Haram məkəsidir. Yerli maça şarur. Şarur. Sütül maça. 4'ü 1 manat. 4'ü 1 mi? 25 kepi. Bazar olsun, qəşəngdir. Sağ ol. Qonaq da ola bilərsin. Yox, sağ ol, Allah razı olsun. Elə qiymətlərlə maraqlanım. Pomidor harandır? Pomidor şarur. Qiyməti 80 kepi. 80 qəpik, badımcan 50 kepi. 50 qəpik kilosu. Salam. Kilosu Bəs 50 qəpik. xiyar O da 50 kepi. Bostan xiyarı. kilosu 50 qəpik, 50 bostan qəpik. xiyardır. Şaftalı. Meyvələr var, meyvənin məns tərə var. Meyvə sizindir. Ha, şaftalı neçədir? Şaftalı bir manat aldı. Ha, bu haram şərurundur yəqin. Yox. Zeynadın kəndi. Zeynədim, maşallah, bazar olsun. Hə, bir də Cabir'in qəşənglikləri var Zeynadın. Baxım armudlar deyir var yaxşı. Qoy armud. Üzüm yarpağı var, bax Zeynadının da qəşəng. Neçədir üzüm yarpağı? Sərdərin altına girsin. Atıyorsun gözdən adımlar bak. Gəl göstər görə armudlar. Gözdən. Ha, nə qəşəng Buna armud. bax. Bəh, 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 bəh. Neçədir? Çox. Soğan kilosu 4 manatı. Ye. Yo, yo, sağ ol. Allah razı olsun. Onu sənə verirəm ki, onu yeyəsən. Yem fikrimi bildirim. Bismillah. Çimən otu toxumu budur, bax görsən. Bax, çimən otudur, güldəfnə deyirlər. Bəli. Yəni bax, görsən, orada Allah'ın ayrı şey verirlər. Yalandan deyir ki, çimən otu budur. Qarğı dalını da aldıq. 2 manat verdim, 8 dənəsini aldım. Yer gəlmişkən, bax bu qardaş var, görürsünüz. O çox qonaqpərvərdir. Kaşı budundan biraz qonaqpərvərlik öyrənsə. Zorla deyirdi ki, 5 dənə elə pulum mən verəcəm. Allah razı olsun. Malam mülkü. Elə bir sən verdin, elə qəbul edirəm. Amma pulunu ödədim, sağ ol. Aparmayanda pulum vermişəm olsun. Sağ ol. Bazarda vaxtımız azdır deyə ona görə vaxt itirmək istəmirəm. Yolumuz Uzunoba kəndinədir. Necəsən? Ne edirsən? Dönər arsan? Vəziyyət nətədir? Elhamdülillah. İşdəsən yəqin. Bəli. Mən nə qulluq eləyə bilərəm sizin üçün? Vallahi düz deyirəm. Hə, oldu, görüşərik, özündən müğayət ol. Bazardan bir neçə məhsul aldıq. Artıq Naxçıvan şəhəri ilə üzü Babək rayonu aşağı Uzunoba kəndinə doğru yola düşmüşük. Açıq deyim ki, bacımgil kənd təsərrüfatı ilə məşğuldular. Heyvandarlıq və əkinçiliklə. Keçənlərdə bazarda görmüşdüm. Bacı onun məhsul, süd məhsullarını satdığını və söz vermişdim ki, bir gün sizə gələcəm. Eləməz, bugün həmin gündür. Allah şükürlər olsun ki, sözümüzü də tutduq. Azərbaycan bir çox bölgəsində olmuşam. Naxçıvan şəhərinin təmizliyi, yolların genişliyi, ətrafın təmiz və səliqəli olması diqqətdən yayınmır. Həmişə çox gözəl görsənir. Beləliklə biz Babək rayonu aşağı Uzunoba kəndinə gəldik. Bu yol eləməz həmin kəndə doğru gedir. Burada 2 dənə Uzunoba kəndi var. Biri aşağı Uzunoba, biri isə yuxarı Uzunoba.
Bu bacıoğlu. Ay bacıoğlu. Nə tərsən? Bahara çəkilmirsən pekanlığa. Necəsən? Valla. Sağ ol. Atın da yaman yəhərləmiş səni. Günəş dəyir onları. Gedirəm çölərə. Hangi nəyə? Gedirəm biraz yeyəm var, onu gətirirəm ona. Unacan gələsən biz burada. Hangi atla gəlirsən? Bunda get görək də, get baxım sənə. Baxaq görək nətər atı çapıb gəlirsən. Çap görək nətər gəlir. Belə yerdə deyiblər ki, mərd igid dayısına çəkib. Bax. Mustafa! Gəl kömək elə. Al bu qarpız. Bunu bu arada tanışdırın. Mustafa. Mustafa salamlaşır. Salam aleykum. Necəsiz? Və dərslərini çox yaxşı oxuyur. 13 yaşı var. Balaca övladı Mustafa. Buyur Mustafa, hadi get. Bismillah. Deməli, bildirmək istəyirəm ki, kəndli olduğun, bəli, təsərrüfatla məşğul olmalısan. Allah bərəkət eləsin. Bacım gel, yaxşı kartof əkiblər. Böyüklərini ayırıb, kiçiklərini ayırıb, buğdası var maşallah. Bu nədir görəsən Qugün? Bu da dəndir. Həyətdə də buzovlar. Güllərə baxır, Rəfət. Güllərin gözəlliyin. Al Mustafa. Al. Yavaş ol. Ah, getdi. Deməli Sevda, bugün nə bişiririk biz? Hə? Qara, qırmızı biber dolmasını pişiririk. Bunlar kişmişdir. Hamısı kişmiş. Nə vaxt yetişəcək? 2 ay çəkirdi hələ yetişməsinə. Qəşəng güllərin də var. Gəl. Deyirəm, günəş adamı yandırır. Bizim kənd buradan sağırındır. Bu xiyarlar çor vurmayacaq. Yox, vaxtıdır da. İndi. Kartofun qaşı olub. Harda əhmişdin o? Aşağıda meşədə əhmiş. O yeşə satmaq üçün yığılıb. Neçə verirsiniz ki ilə? Razı qiymətlər var da. 40 qəpikdə var, 60 qəpikdə, 70 qəpikdə. O irilər neçədir? 80 qəpikdə. Bəs o bax balacalar? Onlar lap balacalar 40 qəpik. Bazara çıxarda bilirsən? Bazara da aparıq, qapdan da gəlib alırlar. Gedəndə biz də alacağıq. Biz hələ apar işlədi. Sevdə meyvələrdən nə iz var? Yenə aşağıdan baxaq. Gedək ağac görək nə var. Sonra gələk biber, badımcan həyətdən yığaq. Hər il belə gətirir. Hər il belə gətirir. Yenə aşağıda da görəsiniz, ağaclarımız qırılıb. O qədər ağırlıq eləyir ki, ağaclarımız qırılıb. Almanı attım xaralat daldı saralat saralat. Almanı attım xaralat daldı saralat saralat. İndi yetişmiş almadı. Bu yetişir. Yerə düşənin yığaq yoxsa? Başından yığır. Niyə buna baxaq görək? Bismillah. Bismillah. Kirpi var həyətdə. Hə, bala kirpilər. Bağında üzüm əskəri bağın dalında. Əziz səs gəlir sağ ol gəl var ol gəl. Bir gecə mehman ol gəl. Sağ ol gəl var ol gəl. Bir gecə mehman ol gəl. Bax, Rafət, bu al. Gəlin gedək bizim bağa, hərə çıxaq bir budağa. Gəlin gedək bizim bağa, hərə çıxaq bir budağa. Ləbləbə dodaq dodağa, ay türmə köynək, ay sarı çəpkən. Ay türmə köynək, sarı çəpkən. Gəlin aralsan, özü göyçək, sözü göyçək. Ay qız, bu alman niyə yatıb? Bax, o qədər meyvə gətirib, ağırıq eləyib. Görsünüz, boşuna demirlər, bar gətirir ağac, başını aşağı əyər. Bu başını aşağı əyməyib və uzanıb yerə. Və neyiniyyəsiz? Belə yetişəcəklər. Hayır. Hə. Bu tökülənləri mala verin də. Yox, o mala vermirsən. Niyə? Bu, biz onlara. Cıngılı, bunu versən küsər yoxsa? Vermə, boğazına gedər. Hə, alma bütün verilməz. Boğulu, hayır. O da yer nəfəs boğulur. Sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl. Sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl. Ey!
Bəs deyirlər ay dolanışıq çətindir filan da. İşləyən adam İşləyən adam ac qalmaz. həqiqi. İşləyən Və adam ac buradan qalmaz. tövsiyə nədir? Bir ağ bir çək kimi, bir ana kimi, bir nənə kimi. Əziyyət çəkməlisən ki, bəhrəsini görməlisən. Maşallah. Allah bərəkət eləsin. Gedək. Amin. Və bir inəklə başlamışam. Bir inəyim olub. İndi biz ovlarını görsən maşallah artıq. Bir inəyimiz olub. Saxlayaq, baxmışıq. Biri yarası biri doğub, o birisi biri artıb. İndi şükür gəlirimiz, dolanışımız bu mallarla. Görsünüzmü? Əvvəl Əvvəl südü ilə, qatığı ilə hər həftəlik dolanışımız ondan olur. əvvəl bir inəkdən Bir başlayıb, inəkdən başlamış. yavaş və axırı Artıq belə yox, artıq. hə. Ay sənin, ay dözün, ay sənin. Nədir? Bu insanlar sənin südon şərik xəbərin var. Bunların Xəbərim uzasıdır, var. biz yeyirik. Və bu yerdəki almalar nə edirsən? Onları yığıram, hansılar Sirkə. yaxşıdır, sirk eləyirəm. Hansılarda xarabdır, tökürəm aşağı. Gecə donuzlar gəlir. Donuz var, donuzlarız da var. Meşədə. Eyvanımız sen oradan çık ben burada, sen oradan çık ben burada. Hey 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 hey. Mən bibəriyim, sən pərpətöyün. Yaxşı. Sevdə pərpətöyünlə nə eləyirsən? Qatığa qatıb işlədirik. Nə? Qatığa qatırıq, qatığa şelirik. Çadır ay Gonca, kız belin incedir, celepleri Sevdə pərpətöyün bronxlar üçün də faydalıdır, bilirsən. Və bol minerallar zəngini. Yer gəlmişkən bibər haqqında danışmaq istəyirəm. Deməli bu bibər limondan daha çox C vitamini vardır. Limondan daha çoxdur. Eyni zamanda qanı duruldur, xolesterolu aşağı salır, həzmi gücləndirir. Amma əlbəttə ki, tumlu şəkildə deyil. Sevdə istimai öldürdüyü tez-tez yığaq gedən. Bəsdir. Get dolmalıq nəyimiz qaldı dolmalıq? Pencər yığacaq. Pencərdəcə yığaq bibərdə. Pencər deyəndə Naxçıvanda pencər deyirlər, amma ümumilikdə göy göyərtinin növlərinə pencər deyirlər. Sevdə hələ pomidorunuz qızarmayıb ki. Yox, boz oğlanda bunu bir qavırırıq. Qatırıq, Qoymuruq. qavırırıq. Gəç elə. Reyhanla da dər. Benim gözüm sendedir yar, benim gözüm sendedir. Kız belin incedir ay ince. Sevdə bacımla bugün Naxçıvan üsullu 3 bacı dolması bişirəcəyik. Hətta Naxçıvanda 3 bacı yox, hətta deyirlər ki, qara qırmızı bibar dolması. Qara qırmızı bibar dolması. Necə olur? Gəlin getdik onu hazırlamağa. Ləbləri Goncadır Gonca.